Başqa bir hədis, yəni bidətin deməli bidətdən çəkinməyin önəmli olmasına və həmçinin də bidətin təhlükəli olmasına dəlalət edən hədis demək İrbad ibn Səriyənin hədisidir. Bu sahabə deyir ki, Abu Davud rivayet edib Sünən əsərində, deyir bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm namaz qıldıqdan sonra üzünü bizə tərəf çevirdi. Yəni bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ömrünün son günlərində baş verən bir hadisədir. Deyir, namaz qıldıqdan sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm üzünü bizə çevirdi və bizə çox bəlağətli bir moizə dedi. Yəni bəlağətli moizə nə qəsd olunur burada? Yəni rahat və həmçində aydın, rahat başa düşülən bir moizə etdi. Yəni bəlağət o qəsd olunur. Bəlağətli bir moizə etdi və bu moizədən bizim qəlbimiz titrədi və gözlərimiz doldu. Və biz sahabələrdən biri deyir ki, ey Allahın elçisi, sanki bu vidalaşan bir insanın moizəsidir. Yəni vidalaşan insan necə moizədir? Yəni çox təsirli. Bizə nəsihət et. Bizə nəsihət et. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki: "Usikum bi təqvallahi azza və cəll və-s-səm'a və-t-ta'ata və in təəmmər aleykum abdun." Deyir, sizə ilk növbədə Allahdan qorxmağa, təqvalı olmağı tövsiyə edirəm və üzərinizə kölə rəhbər olsa belə ona itaət edib, yəni onu eşidib itaət etməyə əmr edirəm. Hətta kölə. Hətta kölə, yəni bu mübaliğə vəzindədir. Yəni hətta biz bilirik ki, qaydada əsasən kölə heç vaxt demək əmir ola bilməz. Sadəcə burada mübaliğə var. Yəni hətta kölə belə əmir olsa belə üzərinizə o halda itaət edin, eşidin, itaət edin. Sonra nə deyir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm: "Fə-innəhu men ya'ish minkum fəsəyara ixtilafan kəsira." Sizlərdən kim uzun ömür yaşasa elə məndən sonra çox böyük ixtilaflar görəcək. Yəni ixtilafların baş verməsini görəcək. "Fə'aleykum bis-sunnati və-sunnati və-sunnati xulafa'ir-raşidin el-mehdiyyin." Yəni sizə öz sünnətimdən, yəni sünnətimi tövsiyə edirəm, sünnətimə sarılmağı və həmçinin raşidi xəlifələrin sünnəsinə sarılmağı tövsiyə edirəm. "Addu aleyhi bin-nəvaciz." Yəni bu sünnədən, yəni bu sünnədən onların yolundan arxa dişlərinizlə yapışın, yəni bək yapışın. Sonra nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? "Və iyyakum və muhdesatil umur." Dində yeniliklərdən sizi çəkindirirəm. "Fə innə kullə bid'atin dalalə." Həqiqətən hər bir bidət zəlalətdir. Yəni bu hədisi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ömrünün son günlərində sahabələrə tövsiyə edib. Və burada da görürük ki, bidətdən çəkindirir.